danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Yəni qarşımdakı danışandır. Ya mən onun fikirlərini təsdiqləyə bilərəm, ehtimal qabağa çəkə bilərəm, fikrin mənbəyini bildirə bilərəm, onu təəssüfümü bildirə bilərəm, müqayisə eləyərəm, nəticəyə gələrəm bu formada. Və bilmək lazımdır ki, modal sözlər, xüsusən də bu sözlərin çoxlu oxumaq lazımdır ki, məna növlərini qarışdırsaq da gözümüz bu növləri öyrəşsin. Çünki çaşdırıcı suallar salırlar. Təsdiq bildirən modal söz adından da məlumdur. Nəyisə təsdiqləyirik. Biri danışır, deyirik doğrudur, həqiqətən, sözsüz ki, şübhəsiz ki, bunları bilmək lazımdır. Əlbəttə, düzdür, düzdür. Ehtimal deyə bilərik. Yəqin ki, görünür, deyəsən, görəsən, nəticəyə gələ bilərik. Nəhayət, ümumiyyətlə, beləliklə, xülasə, müxtəsər, qərəz və əl-qərəz sözlərini mütləq yadda saxlayın və burada bəzi sözlər var ki, onları mütləq öyrənmək lazımdır ki, biz onları feillə qarışdıra bilərik. İndi deyəcəm, bənzətmə və müqayisə bildirəndir. Sanki, güya, elə bil. Fikrin mənbəyini bildirən ən asan məncə, yəni mənim fikrimi bildirir. Məncə, səncə, mənim deyildiyimə görə, mənə görə, fikrimizcə və təəssüf, heyf ki, əfsus ki, təəssüf. Yəni təkdə işlənə bilər, ki ilə də işlənə bilər. Bir də artıqlıq yaratmasın deyə yazmayıblar. Deməli, bunların içərisində bizim fərqləndirə biləcək bir düzdür sözünü, məsələn, cümlə verəcək, isim kimi işlədəcək, bura düzdür, bir də var düzdür, bu belədir və s. Daha sonra çaşdıracaqsınız, bunların çoxsunu yadda saxlamaq olur. Qərəzdir, əl-qərəzdir, xülasə, müxtəsər bu cür sözlərdir. Bunlar daha çox modal söz olaraq çaşdırılır. Ən əsas modal sözlərin omonimliyidir. Yəni, heç nə olmasa da bunları əzbər bilmək lazımdır. Çünki fərqləndirməkdə kömək olacaq. Məsələn, məncə sözünü cümlə daxilində verəcək. Əgər desək ki, o məncə oxumur və yanlarında gördünüz ki, vergüldən istifadə olunmuyor. Yəni, demək istəyir ki, o mən qədər oxumuyub. Yəni, buradakı cacə qoşmadır. Mən qədər oxumuyub. Amma modal sözdürsə, mütləq özündən sonra vergül tələb edir. Biz əvəzlikdə keçəndə ob əvəzliyində dedik ki, köməkçilik hissəsi yalnız modal sözdür ki, və bir də köməkçilik hissəsi olmasa da, xitab və s. bunlardan əvvəl biz mütləq ki, o bu olsa da yenə də vergül işarəmizi qoyuruq. Çünki o modal sözün vergül işarəsidir. Bunu yadda saxlayırıq. Sonra baxırıq, məncə sən bunları bilirdin. Deməli, burada artıq fikrimizi bildiririk. Deməli, fikrin mənbəyini bildirir və özündən sonra vergül işarəsi var. Yaxşı, təbii, sözsüz. Yaxşı sözünü hər gördüyümüz yerdə biz sifət, özündən sonra feil gəlsə, zərf götürmürük və bilməliyik ki, həm də modal sözdür. Yaxşı, getmək vaxtıdır. Təsdiq bildirir. Görürsünüz? Təsdiqləyir. Və özündən sonra vergül işarəsi var. Bir də var deyirəm ki, o yaxşı oxuyurdu, o yaxşı iş görürdü. Bunlarda vergüldən istifadə olunmur. Yəni, modal sözdə vergüldən istifadə edir. Amma cümlədə ola bilər ki, vergül yazar ki, durğu işarəsi buraxılıbdır. Yəni, özün tapmalısan. Yenə də, əgər bax bu sözlərin hər biri müstəqil məna ifadə eləsə, görürsünüz, feil kimi ola bilər, isim kimi, sifət kimi işlənə bilər. Müstəqil məna ifadə eləsə, biz onlara deyəcəyik nə? Artıq modal söz deməyəcəyik. Yəni, çətin heç nə yoxdur. Və bunu mütləq yadda saxlamalıyıq. Bu sözlər heç vaxt omonimlik yaratmırlar. Düzdür, xülasə bildirə bilər ki, məsələn, mən xülasəni yazdım. Yəni, sənət mənasında. Bir də var ki, xülasə, yəni qısaltmaq mənasında. Müxtəsər cümlə desə, bir də deyər ki, müxtəsər gedə bilərik, yəni qutardı mənasında. Nəhayət də onun kimi bu mənalarda verir. Amma biz onları vurğularına görə, fərqləndiyinə görə omonim götürmürük, yəni bu sözləri. Sadəcə olaraq cümlədə verilir. Daha sonra modal sözdə vergülün işlənməsi. Modal söz eynən digər nitq hissələrində kimi deyəm, bayaq ədadda dedik. Özü əgər cümlənin əvvəlində gəlsə özündən sonra vergül, ortada gəlsə hər iki tərəfindən, sonda gəlsə də əvvəldə vergül olur. Və mütləq bilməliyik, durğu işarələrində və testlərdə çaşdırırlar. Sanki elə bir güya. Bu modal sözlərdən sonra vergül işarəsindən heç vaxt istifadə olunmur. Bunu da yadda saxlamalıyıq və qeydə yazmaq lazımdır. Əsas məsələlərdən biridir. Yəni, modal sözlərə bağlı. Burada onsuz modal sözlərin sadəcə növlərini soruşacaq bizdən. Məsələn, əminlik məzmunu bildirən modal söz bizdən soruşur burada. Daha sonra nidalar da onun kimi. Nidalar çox asandır. Nidaları sizə buraxıram evdə oxumağa. Sadəcə bilin ki, hey nidası omonimdir, ay nidası omonimdir. Biri var insanın heyi, biri var çağırış nidası, biri var ay, göydəki ay.
Ondan sonra biri var ah nidası, biri var ah nalə mənasında, bir də var nida mənasında. Başqa hələ ki yadıma düşənlər bunlardır. Yadımdan çıxanları da deyərəm. Bunlar mütləq bilməliyik ki, omonimdir. Hə bir də ensiklopediyada oxumuşdum. A nidası da omonimdir. Həm hərf mənasında işlənir, həm də nida mənasında işlənir. Bu da omonimdir. Yadda saxlayaq. Məsələn, deyir cümlədə modal söz işlənmişdir. Bugünkü qəzetlərə aid xülasə tam hazırdır. Yəni sənət mənasını ifadə edir və bu modal söz deyil. Söz vermək asandır, yerinə yetirmək çətindir, burada yoxdur. Bütün olanları barı müəllimə deyəydim. Barı bu bilirik ki, artıq ədaddır. Bu gün o məncə hər iki tərəfində də vergül var. Mən qədər də deyə bilmirik. Məncə, yəni fikrini bildirir. Deməli, fikrini mənbəyini bildirən modal sözdür. Müxtəsər cümlə artıq burada müxtəsər qısası mənasında deyil. Deməli, nədir burada? Artıq müstəqil sözdür. Sonra modal sözlərdə də eynən ancaq növlərini bizdən soruşur. Növlərini əzbər bilib sonra yazmaq lazımdır. Bu qədər. Nidanı da özünüz oxuyarsınız.